olaraq xanım hər zaman zobundan, sinirlərindən, mədə ağrısından şikayət edib. Amma hal-hazırda şikayətlərinə əsasən 5 litrdən artıq gün ərzində maye qəbul edir, amma yenə susuzdan yanır, ağız dodaq yanır. Susuzluq hissinin artması, yəni məndə şübhə oyatdı ki, xanımın şəkərini ölçəm və ac qarnına gəlir. Və ilkin şəkəri də ölçdüm, 219 acılıq şəkəri. Təzyiqi 140-ın 90-adır, tənəffüs hərəkətlərinin sayı da bir balaca düzdə aşağıdır. İnşallah, yəqin ki, orada da sinir sisteminin rolu var. Deməli, pasiyentimizin 43 yaşı var, 10 ildən çoxdur şəkər xəstəsidir və buna baxmayaraq hələ də qəbul etdiyi dərmanlar düzgün qaydasında deyil. Qidalanması haqqında fikirləri çox yanlışdır və biraz da məlumatsızdır. Burada mən elə sizin qarşınızda pasiyentimizə mən izah etmək istəyərdim ki, düyü şəkəri qaldırır, kartof şəkəri yüksəldir, xəmir yeməkləri və təbii ki, süni karbohidratlar, hansı ki, bunlar konfetlər, şokoladlar, kompotlardır. Şəkərlərinizdə dərman dozalarının az miqdarda qəbul olunmasına, burada fiziki aktivliyin də əlavə olunması isə ümumiyyətlə şəkərlərin yaxşı şəkildə idarə olunmasına səbəb ola bilər.